Xoş gördüyünüzü. Biz bugün 2020-ci il buraxılış suallarına baxacağıq. Birinci sual belədir. Bir üzünün sahəsi 10 kvadrat santimetr olan kubun səthinin sayəsini tapın. Kubun 6 üzü var. Əgər bir üzünün sahəsi 10 kvadrat santimetrdirsə, 6 üzünün sahəsi olacaq 60. İkinci suala baxırıq. Oturacaqları 4 və 16 santimetr olan bərabər yanlı trapesiyanın daxilinə çəkilmiş çevrənin radiusunu tapın deyir. İlk öncə biz trapesiyanın daxilinə çəkməliyik. Çevrə çəkməliyik. Aha, trapesiya bərabər yanlıdır gənclər. Deməli, trapesiyanın oturacaqları 4 və 16-dır. Buradan bir hündürlük buradan çəkirəm. Bir hündürlük də buradan çəkirəm. Bura 4 olur. Alt oturacaq ümumilikdə 16-dır. Bura qalacaq 6, 6. Yaxşı, biz bilirik ki, əgər 4 bucağlının daxilinə çevrə çəkilibsə, onun qarşı tərəflərinin cəmi bir-birinə nədir gənclər? Bərabərdir. Yəni üst oturacaq 4, alt oturacaq 16-dırsa, cəmi 20-dir. Deməli, yan tərəflərin hərəsinə 10, 10 qalacaq. Burada Pifaqor teoremi tətbiq edəcək. Bu düzbucaqda, üstbucaqda 6, 10, bura qalır 8. Deməli, hündürlük 8-dir. Hündürlük həm də fikir verin. Burada nə rolundadır? Diametr rolundadır. Fikir verirsiniz. Diametrə bərabərdir. Deməli, diametri bunun 8-dirsə, radiusu neçə olacaq? Radiusu 4 olacaq. Üçüncü suala keçid alırıq. AN bərabərdir 4-ün üstəgəl 7 düsturu ilə verilmiş ardıcıllığın ikinci həddini tapın deyir. Yəni A2-ni tapın deyir. N-i yerinə 2 qoyuruq. 4 vur 2 üstəgəl 7. 15 olduğunu tapırıq. Dördüncü suala keçid alaq. ABCD paralelogramında AY YB-yə bərabərdir. Yaxşı. Baxın, biz bilirik ki, paralelogramın bir diaqonalı, baxın, buradan bir dənə diaqonal çəksəm, paralelogramın bir diaqonalı onun sayıca bərabər 2 üçbucaq ayırır. Yəni, bu hissəyə baxsam, ABC-yə baxsam, bu SY-də mediandır. Üçbucağın medianı da 12 bərabər sayılı üçbucağa ayırır. Yəni, 1 median 12 bərabər sayılı üçbucağa, 3 median isə 6 bərabər sayılı üçbucağa ayırır. Bu xassəni bilirik. Ona görə 1 median 2 bərabər sayılı üçbucağa ayırırsa, burada S deyirəm, burada S deyirəm. Yaxşı. Diaqonal 2 bərabər sayılı üçbucağa ayırır deyə, burada olacaq nə? 2S. Buna da razıyıqsa, ümumi sahə 4S-dir, ştrixlənmiş sahə 3S-dir. Deməli, 3S 12-dirsə, 4S nə olacaq? X olacaq 16. Yəni, paralelogramın ümumi sahəsi oldu 16. Çünki S bərabər 4 olur, ümumi sahə 4S-dir, 4 4-ə vuranda olacaq 16. 5-ci suala keçid alırıq. X bölü Y bölü Z bərabərdir 7-də 1-in, 3-də 1-ə, o da 21-də 1-ə nisbətinə. İlk öncə kəsirdən azad olmaq üçün burada hər bir ədədi vururam. 7, 3, 21-in əkobu 21-dir təbii ki. 21-ə vururam hər birini. Onda olur X böl Y böl Z bərabərdir. 7-də 1-i 21-ə vuranda 3. 3-də 1-i 21-ə vuranda 7. 21-də 1-i 21-ə vuranda 1. Yəni X, Y, Z-in nisbəti 3, 7, 1 nisbətindədir. Onda mən X-ə 3K, Y-ə 7K, Z-də isə K deyirəm. Və onda olur 5 vurulsun 3K, çıxılsın 2 vurulsun 7K, üzərinə gəlinsin K bərabərdir 16-ya. 2K bərabərdir 16-ya, K nəyə bərabərdir? K 8-ə bərabərdir. Buradan Y-i tap deyir, 7 dəfə 8 olacaq 56. Düzgün cavab olacaq D variantı. 6-cı suala keçid alaq. 6-cı sual kompleks ədədin arqumentin tapılmasıdır. Bu anlayış artıq həm blok imtahanından, həm buraxılış imtahanından çıxarıldığına görə bu sualın izahını verməyəcəm. 7-ci suala keçid edəcəyik. 7-ci sualda isə 5 üstü 2x üstəgəl 1 böyükdür 5 üstü 2-dən. Burada əsaslar, əsas 1-dən böyükdür. Ona görə qüvvətləri olduğu kimi işarəni dəyişmədən yazacağam. Yəni 2x üstəgəl 1 böyükdür 2 yazacağam. Əgər əsas 1-dən 0-1 aralığında olsaydı, yəni 1-dən kiçik olsaydı, onda işarə dəyişəcəkdi. Məsələn, 0,5 olsaydı əsas, 2x üstəgəl 1 kiçik idi 2 yazacaqdım. Buradan 2x böyükdür 1-dən, x də böyükdür 0,5-dən. Yəni 0,5-dən hara qədər? Müsbət sonsuzluğa qədər. 8-ci suala keçid alırıq. 8-ci sualda deməli, surətdən x-i çıxaracağam. X vurulsun x kvadratı üstəcə 4x çıx 8 bölünsün x kvadrat çıx 4. Çıxılsın yazıram. Niyə? Bunu x çıx 2 eləmək üçün mənfini atıram qabağa. Ortaq məxrəc nəyə bərabərdir gənclər burada? Ortaq məxrəc x kvadratı çıx 4-dür. Düzdürmü?
Birinci ifadəni olduğu kimi yazıram. İkinci ifadə tamlayıcı vuruq nə olacaq ortaq mərcə gətirdiyimizə görə x üstəgəl 2 olacaq. Çıxılsın x vurulsun x üstəgəl 2. Yaxşı. Bərabərdir 0. İndi buradan surətdə x-i çıxartsam mötərizə xaricində nə qalır? X kvadratı üstəgəl 4x çıx 8 çıxılsın x çıx 2. Bölünsün x kvadrat çıx 4 bərabərdir 0. Ümumiyyətcə, bu ifadənin 0-a bərabər olmaq üçün surət 0-a bərabər olmalıdır. Surəti biraz sadələşdirək. Yazaq. X vurulsun x kvadratı üstəgəl 3x çıx 10 bölünsün x kvadratı çıx 4 bərabərdir 0-a. Yaxşı. Deməli, surətin 0-a bərabər olmaq üçün x bərabər 0 olanda 0 olur surət. Bir də x kvadratı üstəgəl 3x çıx 10 bərabər 0 olanda. Buradan da köklər biri alınır x bərabərdir mənfi 5. Biri də alınır x bərabərdir müsbət 2. Müsbət 2-ni biz fikir verin məxrəci 0-a çevirdiyinə görə yerinə qoya bilmirik. Cavab qalır ancaq nə? Mənfi 5 və 0. Gördüyünüz kimi təlimimizin kökləri 0 və mənfi 5-dir. Köklər cəmi olacaq mənfi 5. Düzgün cavab D variantıdır. 9-cu suala keçid alaq gənclər. Sistem tənliyin tənlikləri tərəf-tərəfə toplasaq 2x bərabər 8 olar. X üstəgəl x 2x, 3y ilə mənfi 3y 0, 7 üstəgəl 1 8. X bərabərdir buradan 4-ə. X 4-dürsə y-in 1 olduğunu tapırıq. X-imiz 4, y-imiz 1-dir. Aparıb yerinə qoysaq 4-ün kvadratı çıxılsın. 9 vur 1-in kvadratı 16 çıx 9 bərabərdir 7 olduğunu tapırıq. 10 suala keçid alaq. B bərabər 14, 16, 20, 24, 28, 32, 36 çoxluğuna daxil olan neçə element 8-ə qalxısız bölünür? Yaxşı. 16 bölünür, 24 bölünür, 32 bölünür. 3 elementimiz 8-ə qalxısız. 11-ci suala keçid alaq. Y bərabərdir mənfi 2x kvadrat çıx 8x üstəgəl 3 parabolasının təpə nöqtəsi harada yerləşir? Parabolanın təpə nöqtəsini tapmaq üçün biz m bərabərdir mənfi b bölü 2a, yəni təpə nöqtəsinin x-i m, y-i n-dir. 4ac çıx b kvadratı bölü 4a düsturu ilə isə n-i tapırıq. Deməli, bu bərabərdir mənfi. B-miz mənfi 8-dir gənclər. A-mız da mənfi 2-dir. 2 vurulsun mənfi 2. Bu olacaq deməli nə? Mənfi 4-dür. M-miz mənfi 4-dür. Aparıb n-i belə də hesablaya bilərik və yaxud da x-in yerinə mənfi 4 qoyub y tapıb da təpə nöqtəsinin koordinatını tapa bilərik. Eyni şeyi verəcək bizə. Burada heç bir fərq yoxdur. Bunu yazırıq. 4 vurulsun, mənfi 2 vurulsun 3, çıxılsın 64, bölünsün 4 vur mənfi 2. Yaxşı. Surətdə alınır nə? Mənfi 24 çıx 64, mənfi 88 bölünsün mənfi 8, müsbət 11 elədi. Deməli, təpə nöqtəsi mənfi 4, 11 nöqtəsindədir. Yəni, x-i mənfi y-i müsbətdir. Bu da ikinci rübdə olduğunu bizə göstərir. 12-ci suala keçid alırıq gənclər. Uzunluğu 40 cm olan düz xətt parçası hər hansı düz xəttlə 60 dərəcəli bucaq əmələ gətirir. Aha. Gəlin baxaq. Uzunluğu 40 cm olan düz xətt parçası hər hansı düz xəttlə 60 dərəcəli bucaq əmələ gətirir. Bu parçanın həmin düz xətt üzərindəki proyeksiyasını. Gəlin belə baxaq, o daha rahat olacaq. Bura 40 olsun. Bu düz xəttlə 60 dərəcəli bucaq əmələ gətirsin. Bu parçanın həmin düz xətt üzərində proyeksiyası deyəndə ora perpendikulyar çəkməliyik. Çünki mailin oturacağı ilə perpendikulyarın oturacağı arasındakı məsafə biz dedik proyeksiya adlanır. İndi bura 30 dərəcədirsə, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Deməli, bu hissə nə olacaq? 20 olacaq. Düzgün cavab olacaq A variantı. 13-cü suala keçid alaq. Bunun hər iki tərəfini 2-yə vursaq, gördüyünüz kimi tənliyin. Bizə nəyin düsturunu verir gənclər? 2 sinus alfa, kosinus alfa, sinus 2 alfanı verir. Yəni, sinus 4x bərabərdir 2-də 1. Buradan yazırıq ki, 4x bərabərdir mənfi 1 üstü k, pi bölü 6 üzərinə gəlsin pi k. Və buradan x nəyə bərabərdir? Hər tərəf 4-ə bölsən mənfi 1 üstü k, pi bölü 24 üzərinə gəlsin pi k bölü 4. Düzgün cavabımız olacaq C variantı. 14-cü suala keçid alırıq. Kök altında 25-in kubu üstə gəlsin 5 kök altında mənfi 3 üstü 6 ifadəsinin qiymətini tapın deyir. Biz kök altında 25-in kubunu yazıram 5-in kvadratı üstü 3. Üzərinə gəlsin 5 vurulsun kök altında mənfi 3 üstü
2 üstü 3 bunda yazıram. Altına 2 üstü 3 yazıram. Belə yazıram. Yaxşı, bu bərabərdir. Buradan çıxır, deməli, kvadratla kökü aparsam qalır 5-in kubu. Yəni 125. Üzərinə gəlsin 5 vurulsun. Burada da kvadratla kök gedir. Sadəcə mənfi 3-ün kvadrat müsbətlədiyinə görə artıq müsbət 3-ün kubu çıxacaq. Yəni 3-ün kubu 27. 125 üstə gəlsin 135. Bizə verəcək 260. 15-ci suala keçid alaq. Modul 2x çıx 1 kiçik bərabərdir 3 bərabərsini həll edərkən birincisi bu nə deməkdir? Modul x kiçik a bərabərsini həll edərkən bir dəfə x kiçik a, bir dəfə də x böyükdür mənfi a bərabərsini həll edib onların kəsişməsini tapırıq. Bunu bilin qayda olaraq. Bu belədir. Böyük a olsaydı birləşməsini tapacaqdıq. X böyük a və x kiçik mənfi a bərabərslərini həll edib onların birləşməsini tapacaqdıq. Kiçik olanda kəsişmə, böyük olanda birləşmə tapılır. İndi burada dediyimiz qaydanı tətbiq eləsək, bir dəfə 2x çıx 1 kiçik bərabər 3 yazırıq. 2x kiçik bərabərdir 4-dən, x kiçik bərabərdir 2-dən. Bir dəfə də 2x çıx 1 böyük bərabərdir mənfi 3 yazırıq. 2x böyük bərabərdir mənfi 2-dən, x də böyük bərabərdir mənfi 1-dən. Mənfi 1-dən böyük bərabər, 2-dən kiçik bərabər. Bunların kəşfməsi mənfi 1, 2 parçasıdır. Buradakı tam ədədlər hansılardır? Mənfi 1-dir, 0-dır, 1-dir və 2-dir. Bunlarla cəmi eləyəcək nə? Cəm olaraq bunların cəmi eləyəcək 2. 16-cı suala baxaq. Uzunluğu 8 cm olan AB parçası müstəvini kəsir. Müstəvi deyənə bir düz xətt çəkirəm. AB parçası müstəvini O nöqtəsinə kəsir. Bura olsun A nöqtəsi, bura olsun B nöqtəsi. Deyir ki, OB 5-dir. B nöqtəsindən müstəviyə qədər məsafə bura 4-dür. Bu hissəyə nə qalır? Pifaqora görə bu hissəyə 3 qalır. Deyir, indi bizə A nöqtəsindən müstəviyə qədər məsafəni tapın. Yaxşı, uzunluğu 8-də AB parçasının. Buradan OB 5 isə AO'ya nə qalır? 3 qalır. İndi biz bilirik ki, bu iki üçbucaq necə üçbucaqlardır? Oxşar üçbucaqlardır. Yəni, bura x desəm, biz yazarıq ki, 5-in 3-ə nisbəti bərabərdir 4-ün x-ə nisbətinə. Buradan 5x bərabərdir 12-yə, x də bərabərdir 2,4. Deməli, A nöqtəsindən müstəviyə qədər məsafə 2,4 olacaqdır. 17-ci suala keçid alırıq. A-nın hansı qiymətində mənfi 3a kvadrat üstə gəl 18a üstə gəl 1 ifadəsinin qiyməti ən böyük olar. İfadənin ən böyük qiyməti A-nın hansı qiyməti, dəyişənin hansı qiymətini ifadə ən böyük qiymət alır deyəndə m-i tapırıq. İfadənin ən böyük və ən kiçik qiymətini deyəndə isə n-i tapırıq. Burada m bərabərdir mənfi b bölünsün 2 adı üstündən istifadə edəcəyik. B-miz 18-dir, A-mız mənfi 3-dür. Cavab olacaq müsbət 3. Suala keçid alırıq gənclər. Y bərabərdir mənfi 6-da 1 elə mənfi 3x funksiyası üçün y' mənfi 24-də 1-i tapın. Bu törəmə bölməsinə aiddir. Törəmə buraxılışda yox, amma blokda var. Ona görə sualı izah edəcəm. Yəni, mən bu funksiyanın törəməsini tapmalıyam. Baxın, mənfi 6-da 1 əmsaldır, qalır yerində. ln mənfi 3x-in törəməsini tapmalıyam. ln mənfi 3x-in törəməsi mənfi 6-da 1 dediyim kimi qalır. Ln x-in törəməsi 1 böl x-dir. Yəni, 1 bölünsün mənfi 3x. Vurulsun 1 də mürəkkəb funksiya olduğuna görə. Argumentin törəməsi, mənfi 3x-in törəməsi. Mənfi 3x-in törəməsi nə edəcək? Mənfi 3 edəcək. Bunu yazıq. Bunlar ixtisar getdi. Qaldı nə? Mənfi 3 ilə mənfi 3 getdi. Qaldı mənfi 1 böl 6x. İndi y-in yerinə mənfi 24-də 1 qoy. X-in yerinə mənfi 24-də 1 qoyanda, yəni bizə deyir, törəməsini tap, yerinə mənfi 24-də 1 qoy, hesabla. Mənfi 6-da 1 vurulsun, mənfi 24-də 1. Bu deyəcək müsbət 4. Cavabımız oldu müsbət 4. 19-cu suala keçid alırıq. AB 17, BC 15 olarsa, şəkildəki fiqurun perimetrini tapın. Deməli, AB 17, BC 15-dir. Bu fiqurun perimetri 2 vurulsun 15 plus 17, yəni 64-dür. Niyə? Çünki baxın, buradakı parçanı bura köçürdürəm. Buradakı parçanı bura köçürdürəm. Bu parçanı bu istiqamətə, bu parçanı da bu istiqamətə köçürəndə gördüyünüz kimi düzbucaqlı alınır. Və düzbucaqlı perimetri 2 vurulsun 64 gəl bölüşdürülə hesablanır. 20-ci suala baxaq.
gördüyünüz kimi burada sinus pi bölü 6, kosinus pi bölü 3 ifadələri var. Hər ikisinin qiyməti, yəni sinus 30 və kosinus 60 qiymətləri 2-də 1-dir. Ona görə mən 2-də 1 buradan çıxardıram, ötəzdə xaricinə alıram. Sinus 4 pi bölü 7, sinus 3 pi bölü 7, çıxılsın kosinus 4 pi bölü 7, kosinus 3 pi bölü 7. Bərabərdir 2-də 1. Bu gördüyünüz kimi mənfi kosinus alfa, kosinus beta. Bunu belə yazdım. Tam açıq yazım, başa düşün. Tam açıq yazıram. Bunu yazıram mənfi 2-də 1. Fikir verin, yazıram kosinus 4 pi bölü 7, kosinus 3 pi bölü 7, çıxılsın sinus 4 pi bölü 7, sinus 3 pi bölü 7. Aha. Bu da bizə verir. Kosinus alfa üstə gəl beta üstə. Mənfi 2-də 1 vurulsun. Kosinus 4 pi bölü 7 üstə gəlinsin. 3 pi bölü 7. Bu da eləcək. Mənfi 2-də 1 kosinus pi. Kosinus pi mənfi 1-dir. Mənfi 2-də 1-i mənfi 1-ə vuranda olacaq müsbət 2-də 1. Yəni cavabımız olacaq 0,5. 21-ci suala keçid alırıq. 35 üstü alfanı yazırıq. Deməli 5 üstü A vurulsun 7 üstü A. Bərabərdir 7 üstü A bölünsün. 7 üstü B-də bunu yazıram. Və bizə deyir ki 49 üstü B bölünsün 2A-nı hesablayın. Aha. Buradan mən 7 üstü A-ları ixtisar aparsam, qalır 5 üstü A bərabərdir 1 bölünsün 7 üstü B. Yarım bu hissəyə keçirəm. 49 yazıram 7 üstü 2 üstü B bölünsün 2A. Qüvvətin qüvvəti qüvvətlərin hasilinə bərabərdir. Buradan alınır 7 üstü B bölünsün A. Mən bu ifadədən 5 üstü A 1 bölü 7 üstü B-dirsə, 7 üstü B də bərabərdir 1 bölünsün 5 üstü A-ya. Aparıb yerinə qoyanda, bax 7 üstü B-ni yerinə qoyuram nə? 1 bölünsün 5 üstü A. Üstü 1 bölü A da burada var. Qalır nə? 1 bölü 5. Yəni 0,2. Başa düşdünüz gənclər? Baxın. Əgər hansı nəysə başa düşməsəniz, şərh bölməsindən yazmanız kifayətdir. 22-ci suala keçid alırıq. Diaqramda Vaqifin hər həftənin 6 günü üzrə dərs oxumağa sərf etdiyi vaxtların deməli miqdarı verilmişdir, saatların. Həftədə bildiyimiz kimi 6 gün oxuyub, bir gün istirahət edib. Amma siz istirahət eləməyin, həftənin 7 gününü də oxuyun. Çünki mən, məsələn, həftənin 7 günündə işləyirəm. Siz də həftənin 7 gününü nə etməlisiniz? Oxumalısınız. Deməli, burada biz ədəd ortadan tapmaq üçün, məsələn, birinci gün 3 saat oxuyub, ikinci gün 4 saat oxuyub, üçüncü gün 5 saat, dördüncü gün 5 saat, beşinci gün 4 saat, altıncı gün 4 saat oxuyub. Bunları cəmləyib bölməliyəm 6-ya. Cəmləyəndə 7 üstə gəl 5 üstə gəl 5, 17 üstə gəl 8, 25. Düzümdə tapdım, baxın görüm 7, 17 üstə 8 gələ 25, bəli. Ədəd ortası 25 bölünsün 6-dır. Medianı tapaq. Medianı tapmaq üçün azdan çoxa doğru bunları düzməli və ya çoxdan aza fərq eləmir. Deməli 3-dür, sonra 3 dənə 4-dür, 5 5-dir. Ortada qalan 2 dənə də olacaq, 4 4. Bunların ədəd ortası ilə 4 edir, medianı 4-dür. Modanın özü də 4-dür. Ən böyük fərq isə 5 çıx 3, yəni 2-dir. 23-cü suala baxaq. A parametrinin müxtəlif qiymətlərindən asılı olaraq ax kvadratı funksiyasının qrafiki verilmişdir. Təsadüfi seçilmiş iki qrafik də 0-1 aralığında olması hadisəsinin ehtimalı tapılan. Ümumiyyətcə, normal qrafik burada verilib. Yəni, A-nın 1 olduğu hal verilib, x kvadratı verilib. Onu deyim ki, sizə A 1-dən böyük olanda parabola y oxuna daha da sıxılır. Yəni, Laurel desək arıqlayır. Amma A 0-1 aralığında olanda parabola y oxundan daha da uzaqlaşır. Yəni, kökəlir. Baxın, burada neçə parabola var. Biraz yaxınlaşdırın, baxaq. Diqqətli baxın, gənclər. Burada deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə parabola. Deməli, birincinin 0-1 aralığında olması A-sının bu 1 olandan çöldə olmalıdır.
dedik ki, kökəlir 0, 1 aralığında olanda. 3 dənədir görürsünüz. 8-də 3. İkincinin də el olması isə 7-də 2 olacaq. Çünki deyir təsəvvürün seçilmiş 2 qrafikdə. Ona görə 8-də 3 vur 7-də 2 olur. Bu da ixtisar gedir 4. Qalır 28-də 3. Deməli, ehtimal oldu nə? 28-də 3. 24-cü suala baxın. Müstəvidən 16 sm məsafədə yerləşən nöqtədən bu müstəviyə uzunluqları 20 sm olan bütün mümkün maillər çəkilmişdir. Maillərin əmələ gətirdiyi səthin sayəsini tapın. Burada konusdan söhbət gedir. Baxın, nəyə görə konusdan söhbət gedir? Çünki, bax, buradan bir dənə, baxın, buradan deməli bir nöqtə verilib, müstəvidən 16 sm məsafədə A nöqtəsi. Buradan bura 16-dır. Buradan bura bütün bərabər mailləri çəkəndə ətrafda nə əmələ gəlir? Çevrə əmələ gəlir. Deməli, oturacağı dairə olan fiqurdur, yəni bu konusdur. Bu konusun deməli, yan səthin sayəsini istəyir. Çünki maillərin əmələ gətirdiyi səthin sayəsini istəyir. Yan səthin sayəsi PRL-dir. 20 də bunun mailin uzunluğu verir. 20 bu hündürlüyü 16-dırsa, bu radiusa qalır 12. Biz də bilirik ki, L doğrandır, yəni 20-dir. Mail, yəni doğran adlanır burada. Konusda olacaq P vurulsun. R-imiz 12-dir. L-imiz isə 20-dir. Olacaq 240 pi. 25-ci suala baxaq. Diaqramda ABS paralleloqram verilmişdir. Paralleloqram daha doğrusu təpə nöqtələr verilmişdir. A-nın koordinatları 2, 4. B-nin koordinatları 4, 7. C-nin koordinatları 8, 7. D-nin koordinatlarını tapmalıyıq. Sizə bir şey deyim, baxın, B ilə C y-ləri bərabər. Deməli, aynı anda D-nin y-i bərabər olmalı. Deməli, bunun x-ini yazmıram hələ, y-ni yazıram. Y nədir? 4-dür. Yaxşı. Bunun x-i ilə bunun x arasında məsafə nə qədərdir? 2 var. Yəni, fikir verin. Yəni, bu sağa doğru B nöqtəsi, A-dan B nöqtəsi sağa doğru 2 vahid gedibsə, C-də D-dən 2 vahid sağa gedib. Bəyəm, düzdür? Çünki paralellik olmalıdır burada. Onda D-nin x-i olacaq? 6 olacaq. Deməli, D 6, 4 nöqtəsi olacaqdır. Diqqətiniz üçün çox sağ olun. Rəy və təkliflərinizi şərh bölməsinə yazmağı unutmayın.